Herkese salam dostlar, yepyeni Free Fire videomuza hoş gəlmisiniz. Bu dəfəki videomuzda Free Fire gələcək olan yeni etkinlikləri sizlərə göstərəcəm. Videoya başlamazdan öncə kanala abunə olmağı və videolara like atmağı unutmayın. Əgər bu videoya da ən az 100 like gəlsə, yeni gələcək olan etkinliklər serisinin davamını gətirəcəm. Əgər siz də yeni gələcək olan etkinliklərdən xəbərdar olmaq istəyirsinizsə, kanala abunə olduqdan sonra bildirim zilini açmağı unutmayın dostlar. Hazırsınızsa, gəlin başlayaq. Birinci etkinliyimiz Squad Goals adında bir etkinlikdir. Hansı ki burada səs effekti kimi əşyalar var və bu arada görmüş olduğunuz həmin o M60 qutusunu verir. İndi yəqin ki buradakı tapşırıqlarla bizim serverə gələcək olan tapşırıqlar bir olmayacaq. Amma ən azından bu etkinliyin gələcəyini sizlərə bildirmək istəyirdim. Baxın, burada görmüş olduğunuz kimi qutunun içərisində M60, SKS və VSS kimi desenlərimiz var. Nəysə, vaxt itirmədən keçək növbəti etkinliyimizə. Dostlar, növbəti etkinliyimiz görmüş olduğunuz kimi Emote Royal, yəni Lucky Royal-a gələcək olan ifadə etkinliyimizdir. Bu deyəsən shotu göstərir arxadakı ekran. Çox möhtəşəm, dəqiqətən də bəyəndim. Gəlsə, inşallah, bəlkə mən də aldım. Yanında da görmüş olduğunuz kimi, baxın, belə bir telefonla oynadığı yerdə futbol oynayır. Baxın, belə bir ifadədir. Gül ifadəsinin gələcəyi gözlənilir. Amma gül ifadənin gəlməsi çox mənfi təsir edəcək dostlar. Hesabların dəyərləri aşağı düşə bilər. Hətta gülmə ifadəsinin də gələcəyi gözlənilir. Baxın, belə bir ifadə var. Bu ifadə deyəsən əvvəllər gəlmişdi. Nəyinsə ifadəsi idi. Çox möhtəşəm ifadədir, həqiqətən bəyənirəm mən də. Yəqin ki bizim serverdə bu 80 elmas olmaz, ən azı 150 elmas olacaq. Bu server biraz ucuz serverdir dostlar. Nəysə, vaxt itirmədən keçək növbəti etkinliyimizə. Növbəti etkinliyimiz dostlar AVM Pandadır və AVM Pandanın gəlməsinə çox az müddət qalıb. Əvvəllər bir ara bu gəlmişdi, çox populyar olmuşdu və eyni zamanda da yanına gələcək bir-iki ədəd atölye var, hansı ki ikisi orada göstərilib, AVM və AN94 atölyesi dostlar. Və sonraki etkinliyimiz dostlar görmüş olduğunuz kimi Blue Block etkinliyi nə vaxtdan da gözlənilirdi və sonunda gəldi. Yəqin ki bu etkinliyi bir çoxunuz bilirsiniz, bir ara gəlmişdi, hətta böyük bir iz qoydu. Baxın, belə bir token wheel, yəni token çarxı, şans çarxına gələcəyi gözlənilir. 2 ədəd paltar gələcəyi kimi göstərilib burada, amma dəqiq bilməm, yenə deyirəm, serverdən serverə dəyişir. Bu arada nəzərinizə çatdırım ki, artıq bu paltar serverlərə gəlməyə başlayıb. Rus serverinə də gəlmə ehtimalı çox böyükdür. Keçdik növbəti etkinliyimizə. Növbəti etkinliyimiz dostlar yeni bir yumruq desenimizdir. Özü çox gözəl bir yumruq desenidir. Nəsə antikvar bir şey oxşuyur. Faded Villa, yəni solmuş çarka gələcəyi gözlənilir. Burada 3 ədəd əsas əşya var. Biri shortikdir, biri kəpənək formasında çantadır, biri isə əsas məsələmiz yumruqdur. Bəlkə bunu ala biləcəyimi düşünürəm. Çünki yumruq deseni çox möhtəşəm, dəqiqətən də çox gözəldir. Mən özüm bəyəndim. İnşallah yeni elmas xərcləmə videomuzda bunu almağa çalışarıq. Vaxt itirmədən keçək növbəti etkinliyimizə dostlar. Dostlar, növbəti etkinliyimiz Moko mağazasıdır. Moko mağazasında 2 ədəd yumruq gələcəyi gözlənilir və yanında 2 ədəd paltar gələcəyi gözlənilir. Biri qız üçün, biri isə oğlan üçün nəzərdə tutulan paltar. İnşallah gələr. Bu yumruq desenləri də nə vaxtdan da gəlmirdi. Amma alevli yumruğun gəlməsi yenə hesablara mənfi təsir göstərəcək. Çünki çox köhnə bir əşyadır. Onun yenidən geri dönməsi hesabların qiymətinə yüngülvar da olsa təsir edəcək. Ümumiyyətlə Garena artıq gözaltına alıb ki, 9-cu il dönümünə özəl köhnə əşyaları geri gətirəcək. Hətta Sakuranın belə gələcəyi gözlənilir dostlar. Keçək növbəti etkinliyimizə. Növbəti etkinliyimiz dostlar görmüş olduğunuz kimi, bəli, gözlərinizə inana bilməyəcəksiniz. Yumruq evosudur dostlar. Yumruq evosu mən inanmırdım ki bu şəkildə bir çarxa gəlsin. Amma həqiqətən də bunun gəlsə, mən bunu mütləq və mütləq bir şəkildə alacam dostlar. Çünki bu çox dəyərli bir şeydir. Hansı hesabda varsa, xüsusən də hansı hesabdakı maxdır, o hesab dəyərli hesabdır. Vaxt itirmədən keçək növbəti etkinliyimizə dostlar. Növbəti etkinliyimizdə görmüş olduğunuz kimi, baxın, belə bir paltar var. Səhv etmirəmsə futbolkaya oxşuyur, futbol paltarına oxşuyur. Çox möhtəşəm bir paltardır. Hətta gözü çox xoşuma gəldi. Gözü belə parıltılı falandır, bəyəndim. Və ardıcada gələcək paltarları var, tişörtlər və s.
Vaxt itirmədən keçək növbəti etkinliyimizə. Növbəti etkinliyimiz dostlar, baxın belə bir endirim çarxı mı deyim, endirim kampaniyası mı deyim, bilmirəm. Buradakı əşyaları seçirsiniz dostlar, indi göstərəcəm sizə. Buradakı əşyaları seçirsiniz və nə qədər çox əşya seçsəz, bir o qədər də çox endirim gəlir. Baxın, burada 2 ədəd oğlan və qız paltarının olduğunu görürük və ikisi də bir-birindən gözəldirlər. Həm xanımlar, həm də bəylər üçün ideal paltardır. Baxın, burada görmüş olduğunuz kimi buradakı əşyaları seçirik və bu əşyaları seçdikcə bizə müəyyən qədər endirimlər edilir. Baxın, burada görmüş olduğunuz kimi belə bir ifadəmiz də var. Bəli dostlar, bu dəfəki videomuzda da bu qədər. Bu tip videoların davamını gəlməsini istəyirsinizsə, kanala abunə olub, videolara like atmağı unutmayın dostlar. Yenə də dediyim kimi, əgər bu videoya ən az 100 like gəlsə, inşallah Allahın izni ilə bu serinin davamını gətirəcəm dostlar. Sağ olun, salamat qalın.